Şeytan en birinci insanı xeyir əməllərdən yayındırır. Bir xeyir əməl eləmək istəyəndə qabağına şübhələr gətirir. Sən bacarmadığını söylüyor. Və elə ki, Allah-u Teala səni muvaffaq eləyir, əməli eləyirsən, şeytanı dəf eləyirsən, şeytanı rədd eləyirsən, şeytana hücum eləyirsən, şeytana qalib gəlirsən, sonra şeytan səni yenə də buraxmır. Sonra başlayır ki, sən əmin əməli eləyirsən, elə. Lakin istəyir ki, həmin əməli Allahdan qeyrisi üçün eləyəsən. Riya üçün eləyəsən. İnsanların razılığı üçün eləyəsən. Başını buraxmır. Namaza durursan, fikrinə gətirir ki, sağa baxırlar, bax. Özünü imanına bax. Uzat rəkətləri, səcdəni uzat. Qoy sağa desinlər ki, bunu imanlıdır. Sən buraxmır başını, hətta namaz qılanda belə. Bir insana sadaqa vermək istəyəndə, yaxşılıq eləmək istəyəndə, sən niyə inir ki, cəmaatın içində verir, qoy desinlər ki, bunu əl açıq adamdır. Sən buraxmır, hətta belə xeyir əməl eləyəndə başını buraxmır. Buna da diqqət etmək lazımdır. Şeytanı burada da rədd eləmək lazımdır. Əməli batili eləməmək lazımdır. Və eyni zamanda, hətta əməli ixlasla eləsən belə, yenə səni buraxmır. Sən əməli tez-tez xatırladır. Yaxşılıq elədiyin adama istəyir ki, başına qalxasan etdiyin xeyri. Onun üzünə çəkəsən. Hətta 50 il keçsə belə sən həmişə xatırlatmağa çalışır ki, əməlini batil eləyəsən. Ölənə kimi şeytan insanı buraxmır. Harada şər var, pisliklər var, onu gözəl göstərir qarşında. Harada isə iman, harada isə nemət, haradasa xoşbəxtlik, haradasa xeyr var, onu sana qara göstərir, çirkin göstərir. O sənlik olmadığını sana bəyan eləyir. Bu yoldan ancaq çıxmağın yolu, haqqı tapmağın yolu, hər şey öz yerinə qoymağın yolu Allahın kitabına və Peyğəmbər s.ə.v hədislərinə qayıtmaqdır sadəcə. Elm əhlindən bilənlərin yanında oturmaq lazımdır. Onlardan öyrənmək lazımdır. Və yoxsa mümkün deyil. Riya ümumiyyətlə 200'lük çox təhlükəlidir. Peyğəmbər s.ə.v ümməti üçün ondan qorxduğunu söyləmişdir. Sahabələrinə deyir ki, Əxvafu mə əxafu aleykum əşşirkul əsğar. Qalu, ya Rasulallah, və mə şirkul əsğar? Qalə, ər-riya. Peyğəmbər s.ə.v sahabələrinə söylədi ki, mən sizə ən çox qorxduğum şey nədir? Kiçik şirkdir. Dedilər, ya Rasulallah, kiçik şirk nədir? Dedi ki, riyadır. Yəni, sən bir xeyri elədikdə Allah rızası üçün yox, Allahdan qeyrisinin xatirəsi rızası üçün eləyirsən. Ona görə bilirsiniz ki, Peyğəmbər s.ə.v səhih hədisdə buyurmuşdur. Qiyamət günü ən birinci cəhənnəmə girən, ən birinci cəhənnəm alovu ateşlənən, ən birinci cəhənnəm əzabı yandıran 3 dənə kəs olacaq. Biri Allah yolunda canını verən, Allah yolunda döyüşüb, ruhunu qanını Allah yolunda çökən, hətta ölənə kimi. İkincisi, malını, devlətini Allah yolunda xərcləyən. Üçüncüsü isə elmli insan, Quranı, İslamı başqalarına öyrədənlər. Çox qəribədir. Necə ola bilər bunlar cəhənnəmə girsin? Bir Allah yolunda qanını töküb, Allah yolunda ölüb, o birisi malını, devlətini Allah yolunda xərcləyib, bu da ölənə kimi bildiyini Allah yolunda insanları örgədir. Eyni zamanda ən birinci kafirlərdən də qabaq onlar girəcək cəhənnəmə. Niyə? Çünki onların etdikləri əməllər zahirdə İslami əməllər olsa belə, gizlində isə onlar Allahdan qeyrisi üçün idi. Allah Teala deyəcək ki, Allah yolunda canını verənə, mən sənə güc vermədimmi? Sənə qorxmazlıq vermədimmi? Sənə şəcaət vermədimmi? Neynədin? Deyəcək, ya Rabbi, mən onu sənin yolunda xaçladım. Döyüşdüm, hətta ölənə kimi. Ruhumu sənin yolunda sada elədim. Allah Teala deyəcək ki, sən yalan danışırsan. Sən onu etdin ki, insanlar desinlər ki, buna qorxmazdı, buna ürəklidir, buna şəcaətlidir. Və onu dedi, insanlar sağ dedi. İnsanların deməyini istədin, onu da dedilər. Lakin burada sənin payın yoxdur. Eləcə də çox sadaqa verən,
Allah Teala diyecek, sana verdim o rızkını. Seni seçtim. Bakmayarak ki ne kadar kullarımı kasıp ettim. Lakin sana verdim. Neyledim? Diyecek, ya Rabbi ben onun için meçit diktim. Su çektirdim. Kasıblara hürmet elədim. Falan xeyir işleri gördüm. Allah Teala diyecek, yalan değilsen. Sen onu ettin ki insanlar desin ki bu ne el açık adamdır. Buna xeyir hak adamdır. Deyir, onu saat dediler. Yani sen payın onu işleyirdin, onu da dediler. Lakin senin burada ahirette payın yoktur. Üçüncüsü ise elmi öğrenip başkalarını öğreden, insanlara hutbe veren, insanlara ders geçen, insanlara dini anlatan, kitap yazanlar. Diyecek ki Allah-u Teala ben seni seçtim. Ne kadar insana nail olmamıştı elmi okumak. Ne kadar insana nail olmamıştı hakkı cemaate çattırmak. Lakin biz sana bu zekanı, bu beyni, bu cuhdu, bu koçaklığı verdik. Lakin neyledin? Diyecek ya Rabbi ölene kimi senin yolunda çalıştım. Yazdım, öğrettim, öğrendim, insanlar arasında hakkı çattırdım. Allah Teala diyecek elə değil, sen yalan danışırsan. Sen onu ne için ettin? Onu ettin ki desinler bak bu insan ne geçen elmi var. Bu insanın maşallah elmi var. Bu insanın maşallah danışık kabiliyeti var. Maşallah bu insanın savadı var. Onu cemaat onu sana desinler diye. Bunun ne güzel sesi var. Onu desinler diye edirdin der. Eğer sen bilseydin onu sana demeyecektin etmezdin. Yani sen onu etmeyene sebep insanların hemen o şeyleri sana demesidir. Ve onlar da sana dediler. Sonra Allah-u Teala emreleyip onlar üzü üstə hamısı cehenneme sürüklenir. Allah-u Teala Kur'an-ı Kerim'de buyurur ki İnnel munafiqine fi'd-derkil asfali minen-nar ve len tecide lehum nasira. Münafikler cehennemin en aşağı təbəqəsində, en aşağı mertebesinde, en şiddetli yerinde olacaklar. İkiyüzlü insanlar. Ve onlara orada köməkçi tapmayacaklar der Allah-u Teala. Kafirin azabından daha şiddetli olacak. Ona göre Müslümanlara vacip olan şey ameli ettikte birincisi amelin hükmünü öğrensinler. Sonra ise ameli kimin için edirlər. Ona göre seleflerin biri der ki sen xeyir ettikte unutmaya çalış. Hatırlaya durma. Çünkü sana tekebbürlük gelir. Özün hoşuna gelirsen. Lakin şer ettikte ise unutma. Tövbe elə, hatırla. İxlasla.com saytı tərəfindən təqdim olundu.